Şəhla Yaqublu. İxtisasım riyaziyyat. 55 bal topladım. Yaxşı hazırlaşmışdım. Daha yüksək nəticə gözləyirdim. Biraz metodikada çətinlik çəkdim. Əhmədova Simuzər, ingilis dili müəllimi. Çoxu asan idi, ancaq çətin suallar da var idi. Əsasən məktəb kitabları, dərsliklərdən istifadə etmişdim. Bir də əlavə bəzi mənbələrə baxdım, elə hazırlaşmışdım. Ədalət Əsgərova 132-134 nömrəli lisey. Son 2 həftədə hazırlaşdım. O da ki, əsas metodikaya baxdım. Çünki təcrübəm çoxdur və mən həyatımda çox imtahanlar vermişəm. Amma yenə də bu mənim üçün çox məsuliyyətli idi. Salam, Müzəffərova Seyrunun Novruz qızı, ingilis dili. Normal idi. Yəni asan da var idi, orta da var idi, çətin idi. Yəni hər səviyyə nəzərə alınmışdı. Məmmədova Nəzrin Rəhim qızı, 296 nömrəli tam orta məktəbdə riyaziyyat müəlliməsi işləyirəm. O qədər də insan incidən suallar yox idi. Mən Şirəliyeva Turan, 254 nömrəli məktəbdə müəlliməyəm, ixtisasım ingilis dilidir. 55 bal topladım, amma 60 gözləyirdim sözün düzü. Həsənova Sənubət, ingilis dili müəlliməsiyəm. Sertifikasiyadan 54 bal yığdım. Çox yüksək səviyyədə təşkil olunmuşdu. Zalda tam sakitçilik idi, rahat şəkildə testlərimizi işləyə bilirdik. Fatma, ingilis dili ixtisası 55 bal yığdım. Düşünürəm ki, bu il asan sualların sayı daha az idi. Düşündürücü suallar kifayət qədər var idi.